216 nömrəli sualda qardaş soruşur ki, Şaban ayında hansı ibadətləri edə bilərik? Şaban ayında Quran oxumaq, gecə namazları, sədəqə vermək, oruç tutmaq, ən çox da oruç tutmaq. Çünki Ayşə anamızdan radiyallahu anhadan gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm oruç tutan vaxtı o qədər oruç tutardı ki, deyərdik ki, daha heç vaxt orucunu açmaz. Yəni hər gün oruç tutardı, deyərdik ki, ara buraxmaz. Və oruç tutmayan vaxtı da o qədər oruç tutmazdı ki, dedik ki, heç vaxt oruç tutmayacaq. Və deyir, Ramazandan başqa heç bir ayı tamamilə oruç tutmazdı və Şabandan daha çox günlərdə də oruç tutmazdı. Yəni ən çox Ramazandan başqa, Ramazanı kamil tutardı, ən çox Şaban ayında oruç tutardı. Və eləcə də eyni ilə Ayşə radiyallahu anhadan gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinəyə gəldikdən sonra Ramazandan başqa bir günlərdə tam şəkildə, başqa bir aylarda tam şəkildə oruç tutduğunu görmədim. Və bunun fəziləti barəsində gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayın fəziləti haqqında buyurub ki, o ay əməllərin Allaha qaldırdığı gündür. Yəni Şaban ayı. Və mən də istəyərəm ki, əməlim oruclu ikən Rəbbimə qaldırılsın. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm çox tutardı o günlərdə. Və alimlər deyiblər ki, yarısını və yarısından daha çoxunu oruç tutardı həmin ayın.